Bax, bəzi suallar var ki, mənə desələr ki, sağ əlvi kəsim, yoxsa sol əlvi? Fikirləşirəm ki, sağ işləkdir də, sol kəs. Düzdür? Amma quşa desələr ki, sağ qanədvi kəsim, sol qanədvi kəsim, bu fərqi yox, hansını kəsim, sözüm bilməyəcəyəm. Bu da belə bir şeydir. Bəzi adamlar deyir ki, mənəviyyatlı olaq, yoxsa ibadətimiz olsun. Bu da həmən qanat kimidir. Mənəvi məsələlər uçmaq üçündür. Yerdə üfüqi inkişaf üçündür, şauli inkişaf üçündür. Onlardan biri olmasa, yenə uça bilməyəcəksən. Fərqi yoxdur. Bu adətən nəfsdə iki məsələ var ki, şəhvət və qəzəb. Adam var şəhvəti kulminasiyadadır, adam var qəzəbi. Burada sual verərsən ki, hansının o kulminasiyada olanın zadı var? Cəmiyyətdə çox pis təsiri var. Orada oturub adam fikirləşər ki, məsəl üçün, yəqin ki, qəzəbin olar da, qəzəb Hitlerləri ilə, Saddam Hüseynləri, filanları yetişdirib. Amma bir dənə də məsələ var ki, bu olmasa bu yetişməyəcək. Bu məsələ də var. Ona görə bu işlərdə seçim yəni məntiqli deyil. Yəni qanadda seçim məntiqli deyil. Hansı qanədvi kəsim? Hansını kəssin, nə olsa bilməyəcəm. Amma hansı qolluğu kəsim vardı uçmaq üçün deyil, bu yerdə iş görmək üçünsə, onda mən seçim eləyərəm ki, onu seçərsən, yoxsa bunu seçərsən. O məsələlərsə insan, cəmiyyətin mənəvi inkişafı üçün olan məsələdir. O da qorxuludur, bu da qorxuludur. O baxır zamanına. Hansı zamanda, hansı məkanda, hansının o qorxusu daha çox özünü göstərər.